A vektoru vahid vektordur deyir. Vahid vektor modulu 1-ə bərabər olan vektordur. Modulda nədir? Kök altında vektorun koordinatların kvadratları cəmi. Yəni modulda A bərabərdir x kvadratı, kök altında x kvadrat plus y kvadratı. Bu 1-ə bərabər olacaq və hər tərəfi kökdən azad eləmək üçün kvadrata yüksəltəcəm. X kvadrat plus y kvadratı bərabərdir 1-ə. Bu zaman biz müxtəsər vurma düsturlarına törəmə düsturu əsasən x plus y-in kvadratı çıx 2xy bərabərdir 1 yaza bilərik. Baxın, bunu bu şəkildə yazdım. Deməli, x plus y-i bizə verib 1,4. Yəni 1,4-ün kvadratı çıx 2xy bərabərdir 1-ə. 1,96 minus 2xy bərabərdir 1-ə. 2xy bərabərdir. 1,96-dan 1 çıxsaq 0,96 eləyəcək. X, y hasildə bərabərdir. 0,96-nı 2-yə bölsəm 0,48 eləyəcək.